Sözlənən, sözdən səs gəlir. Sözlələndə Əli Səmədlinin Generalın Uşaqlığı bioqrafik romanından bir neçə hissəni sənə danışıram. Roman 2 dəfə Sovet İttifaqı qəhrəmanı olmuş general-mayor Həzi Aslanovun uşaqlıq illərini əhatə edir. Həzi Əhədoğlu Aslanov 1910-cu ilin 22 yanvar tarixində Lənkəranda doğulub, 25 yanvar 1945-ci ildə Latviyada həlak olmuşdu. Həzi Aslanovun məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Hava səhərdən tutqun idi. Aramsız əsən külək qara buludları uzaqlardan qovub aparır, Talış dağlarına bənd edirdi. Qaranquşlar uçur, harasa tələsirdilər. Xoruzlar toyuq cücəni hinin altına toplayıb, sanki keşiyi çəkir, çölə buraxmırdılar. Göy üzü qara buludlu olduğundan çaxan ildırımın işığı aydın görünmürdü. Onun dalınca göy dəhşətlə guruldayır, dağlarda əks-səda verirdi. Küçələrdə kimsə görünmürdü. Adamlar həyət bacada yer yığış edir, toyuq cücəni, körpə buzovları, quzuları farağatlayırdılar. Leysan gözlənilirdi. Külək biraz da bərkidi. Onun ardınca yerə iri damcılar çırpıldı. Yağış başladı, nə başladı? Sel su həyət bacanı götürdü. Küçələr kiçik axar çaylara döndü. Lənkəran torpağında yağışlar çox olsa da, beləsi az olurdu. Elə bir dənizlərin, okeanların sularını göyə qaldırıb vedrə ilə yerə boşaldırdılar. Başqa ailələr kimi Əhəd kişinin arvad uşağı da üstünə qamış basılmış evlərinin balkonunda kirimişcə durub yağışa tamaşa edirdi. Nuşa ana nigaranlığından bir yerdə qərar tuta bilmir. Tez-tez evə girib çıxırdı. Onun nigaranlığı əri Əhəddən və böyük oğlu Abbasquludan idi. Onlar sübhün gözü açılmamışdan Gərmətük kəndinə bicara getmişdilər. Nuşa ananın nigaranlığı əbəs deyilmiş. Əhəd kişi çəlti iləklərinin suyunu dəyişən kimi alaq edən oğlu Abbasqulunu səslədi. "Ay oğul, gəl qaydaq, bu havadan heç gözüm su içmir." Kişi belə arxın üstünə sancıb yer yığış etdi. Hər ikisi arxın üstünə gəldi. Əl-ayaqlarının palçığını yuyub, qaloşlarını geyinib tələsik yola düşdülər. Külək güclənib buludlar çoxaldıqca onlar da yerişlərini yeyinləndirdilər. Yeriyə-yüyürə yol gedirdilər. Lənkəran çayına çatanda onları yağış tutdu. Əhəd kişi, "Yaxşı ki çayı haqladıq" dedi. "Sel gəlsəydi qalacaqdıq bu tayda." Ayaqlarını soyunub tələsik çayı keçdilər. Ayaqqabılarını geyinməyə ehtiyac yox idi. Yağış elə bərkimişdi ki, yer göy su içində idi. Özlərinə daldalanmağa yer axtarırdılar. Tapa bilməyib qaçmalı oldular. Ancaq yağışın altında qaçmaq mümkün değildi. Təpədən dırnağa tamam islanmışdılar. Əhəd kişi kiçik uşaqlarından nigaran idi. Nəhayət özlərini həyətə yetirdilər. Nuşa ana onları görüb əl-ayağa düşdü. Əhəd kişi uşaqlarını sağ-salamat görüb sevindi. Onlar evə çəkilib soyundular. Quru paltarlarını geyinib yağışın tamaşasına çıxdılar. Nuşa ana onlara isti çay gətirdi. "Alın için canınız qızsın." Əhəd kişi çay içə-içə, "Belə yağış mənim yaşımdan olmayıb" dedi. "Çəltiyə 10-15 gün su lazım deyil. Bircə sel bəndi uçmayaydı." Əlləri qoynunda dayanan Nuşa ana, "Barı, arxın qabağını bərkitmisənmi?" dedi. "O ki var bərkitmişəm. Təvəkkül Allaha. Gərək səhər baş çəkəm. Maşallah, bu iki bicardan olmaz. Allah versə 2 ilin ruzisini götürmək olar." Yağış yavaş-yavaş azalırdı. Damın üstündən axan sular da azalmışdı. Göy qatı da yavaş-yavaş açılırdı. Naxırın gələn vaxtı idi. Adətən belə yağışda mal-qaranı çöldə çox saxlamırdılar. Nuşa ana fikirləşirdi ki, naxırın qabağına oğlanlardan kimi göndərsin. Abbasquluya yazığı gəlirdi. İndicə çöldə islanıb gəlmişdi. Həzi ilə Kərəm də balaca idilər. Hacı baba isə atasının köhnə kürkünə elə bürünüb oturmuşdu ki, elə bir qapını qar almışdı. Ana dedi: "Ay uşaq, naxırın gələn vaxtıdır. İnəkdən nigaranam." Uşaqların heç birindən səs çıxmadı. Abbasqulu yerindən qalxmaq istəyəndə Əhəd kişi, "Abala, sən yorğunsan, soyuqlayarsan" dedi. Hacı baba kirimişcə ayağa qalxdı. Şalvarının balaqlarını dizə kimi çırmalayıb əlini ağac aldı və suyun içi ilə yola düzəldi. Əhəd kişi başını ağ dəsmalla bağlayıb taxtın üstündə uzandı. Nuşa ana onun üstünə köhnə kürkü atıb plov tədarükünə düşdü. Balaca Həzi isə hamının gözündən oğurlanıb qarğa atını minib həyətdən çıxdı. Yağışdan sonra zəif də olsa gün çıxmışdı. Yağış suları küçələrdən kiçik qanovlara axıb azalmışdı. Kiçik gölməçələrdə isə yağış suyu yığılıb qalmışdı. Yağışdan sonra dəstə ilə qarğa at çapmağın və bu gölməçələri vurub keçməyin özgə ləzzəti vardı. Uşaqlar elə bir Həzinin fitini gözləyirmişlər. Fit səsinə ilk gələn Dərviş oğlu Əsəd oldu.
Onun dalınca Lətif göründü. Sonra da Ağa Kərim, Uzun Həsən. Artıq süvari dəstəsi hazır idi. Uşaqlar bilirdilər ki, dəstə yola düzəldimi, onlara qoşulan çox olacaq. Doğrudan da elə oldu. Onlar ikicə-küçə atlayan kimi dəstə böyüyüb çoxaldı. İndi səs-küy də artmışdı. Onlar kiçik gölməçələrdən atlarını tullandırır, iri gölləri isə çapıb keçirdilər. Çaparların çoxu bilmirdi ki, atlarını hara çapırlar. Bir neçə küçə atlayandan sonra qabaqda həzi ilə qoşa at çapan Lətif ondan soruşdu. Hara gedirik belə? Sənin işin olmasın, atını çap. Həzi sakitcə dedi. Bir neçə küçə atlayandan sonra Lətifə də Dərviş oğluna da məlum oldu ki, həzi onları çay qırağına aparır. Axı belə leysan yağışdan sonra Lənkəran çayı aşıb daşırdı. Ona tamaşa etməyin özgə ləzzəti var idi. Onlar çaya yetişib Çınqıl təpəsinin üstünə çıxdılar. Çayın nəhri buradan aydın görünürdü. Yağış çoxdan kəssə də çay hələ də aşıb daşırdı. Sel özü ilə dağlardan qoparıb gətirdiyi daşları aşırdıqca şıqqıltı salır, vahimə yaradırdı. Arabir də axar sularda köklü budaqlı nəhəng ağaclar üzürdü. Yaşlı adamlar əl-ələ verib bu ağaclara kəmənd atır və sürüyüb odunluq üçün kənara çıxarırdılar. Uşaqlar atlarından düşmüşdülər. İndi onlar axar çayın iri, donqar ləpələrinə daş atmaqda yarışırdılar. Hamı can atırdı ki, ən iri ləpəni vurub dağıtsın. Ancaq heç biri o birinin atdığı daşın hədəfə dəyməsini gözləmir, özü öz daşını atmağa tələsirdi. Səsləri bir-birinə qarışmışdı. Bir bax, gör necə vurdum. Bir mənə bax. Ay can, mən lap təpəsindən vurdum. Kimin vurub, kimin vurmaması məlum deyildi. Elə bil axar çaya daş yağışı yağırdı. Çayın isə sel suyu azalmaq bilmirdi. Talış dağlarının başını qara yağış buludları tərk etməmişdi. Bəlkə də dağlara hələ yağırdı. Suların axarında bir qaraltı göründü. O batıb çıxır, yaxınlaşdıqca irilənirdi. Bu qaraltını ilk görən Uzun Həsən oldu. O var səsi ilə çığırdı. Ayya bax, çayda ay axır. Hamının gözü maraqla axan qaraltıya tikildi. O tez-tez batıb çıxdığından doğrudan da canlı ayını xatırladırdı. Uşaqlar hərəsi iri bir daş götürüb hazır vəziyyətdə dayandılar. Qaraltı onlara yaxınlaşanda məlum oldu ki, nəhəng ağac kötü idi. Uşaqlar onun kötü olmasını bilsələr də daşa tutdular. Uzun Həsənin atdığı daş kötüyə dəyib səs çıxardı. Həsən lovğa-lovğa, bax, belə vurarlar, dedi. Uşaqlar çaya daş atmaq həvəsindən düşdülər. Elə bir himə bəndi idilər. Biri atını minən kimi hamısı atlandı. Yola çıxıb dəstələndilər. Həzinin, Lətifin, Dərviş oğlunun və Uzun Həsənin atları yenə qabağa düşdü. İndi onlar böyük bazar küçəsi ilə irəliləyirdilər. Yenə gölməçələri yalın ayaqları ilə vurub keçir, lilli yağış sularını şappıldadaraq ətrafa dağıdırdılar. Böyük bazar küçəsi onları çar əskərləri yaşayan kazarmaya doğru aparırdı. Bu həzinin lap ürəyindən idi. Çünki o bu kazarmanın yanından keçməyi, içəri boylanmağı, əskərlərə, zərpaqonlu zabitlərə tamaşa etməyi çox xoşlayırdı. Ancaq bu gün kazarmada çox sakitlik idi. Elə bil yağışdan hamısı qaçıb gizlənmişdi. Onlar kazarmanın qapısına çatanda atlarının başını çəkib dayandılar. Qapıda iki eşmə bığlı, əli silahlı əskər dayanmışdı. Elə bir fərağat komandasındaydılar, dinib danışmırdılar. Sanki bir-birinə göz qoyurdular. Uzun Həsən sol əli atının cilovunda, sağ əlini gicgahına apararaq "Jest vaşi blagadari" dedi. O biri uşaqlar da hamısı onun sözlərini təkrar edərək sağ əllərini gicgahlarına qaldırdılar. Silahlı əskərlərdən biri uşaqlara baxıb bığaltı gülümsədi. O biri isə şəhadət barmağı ilə onları hədələdi. Uşaqlar qaçıb pərən-pərən oldular. Həzinin oxumağa böyük həvəsi var idi. O hələ 6 yaşında olanda böyük qardaşının kitabını götürüb vərəqləyər, hərflərin quruluşuna, düzülüşünə diqqətlə baxardı. Qardaşı bunu görəndə ley kimi onun üstünə atılıb kitabı əlindən alardı. Nəhayət Həzinin də məktəb yaşı çatdı. Anası ona da təzə köynək paltar tikdi. Ona da təzə ayaqqabı aldılar. Həzi dəftər kitabını qoltuğuna vurub böyük həvəslə məktəbə yollandı. Məktəb 3 gözdən ibarət binada yerləşirdi. Həzi bir mərtəbəli bu binanın qarşısından gündə azı 10 dəfə uşaqlarla o yan bu yana keçib getmişdi. Hər dəfə onun pəncərələrindən içəri boylanıb maraqla baxmışdı. Budur, indi atası onun əlindən tutaraq həmin binaya aparır. Ata balanı ilk qarşılayan Əhməd Axundov oldu. Əhməd müəllim ağır təbiətli, mülayim və sakit-sakit danışan bir adam idi. Əhəd kişi ilə qonşu idi. Onlarla salamlaşıb görüşdü. Həzinin geyim keçiminə baxdı və Əhəd kişidən soruşdu. 7 yaşı tamam olub? Bəli, olub. Oxumağa necə? Həvəsi var? Bəli, var. Əhəd kişi, bu məktəb molla hazırlamır ha. Burada elm, yazmaq, oxumaq öyrədirlər. Bilirəm, başıma dönüm, bilirəm. O Həzini qapıdan içəri salıb öz işinin dalınca getdi. Əhməd müəllim Həzinin qolundan tutub bir otağa gətirdi. Burada birincilərə Hacı Məmməd Axundov dərs keçirdi. Əhməd müəllim qapını açıb, Hacı Məmməd,
Qoy bu uşaq da keçib otursun. Bizim qonşu Əhədin oğludur dedi. Hacı Məmməd müəllim razılığını bildirdi. Həzi keçib arxa cərgədəki boş yerlərin birində oturdu. Ətrafa göz gəzdirəndə baxıb gördü ki, onların məhəlləsindən olan Lətif, İsaq, Yadulla və Əsəd də burdadır. Onlar Həzini görüb yerlərində qurcalandılar. Hacı Məmməd müəllim dərsinə davam etdi. O vaxt məktəb təzə təşkil olunduğundan zəng yox idi. Müəllimlərə məxsus olan kiçik otaqda divarda bir asma zəncirli saat var idi. Növbətçi müəllim saata baxır, zəngin vaxtında eşiyə çıxıb əl boyda iki taxtanı bir-birinə döyüb səs çıxarardı. Bu səs tənəffüsə çıxmağa işarə idi. Taxta bir-birinə çırpıldı. Uşaqlar tənəffüsə çıxdılar. Məktəb binasının xüsusi həyəti olmadığı üçün uşaqlar küçəyə çıxır, atılıb düşür, bir-biri ilə zarafatlaşırdılar. Məhəllə yoldaşları Həzini görüb sevindilər. İndi onlar məktəbə birlikdə gəlib gedəcəkdilər. Taxtalar bir-birinə vuruldu, tənəffüs bitdi. Uşaqlar sinifə doluşdular. Hacı Məmməd müəllim sinifə daxil oldu. Uşaqlar hamısı bir nəfər kimi ayağa qalxdı. Həzi də onlara baxıb ayağa qalxdı. Müəllim sinifə göz gəzdirdi. Həzinin boyu balaca olduğu üçün onu qabaqda oturtdu. Həzi indi müəllimin dediklərinə daha yaxşı qulaq asa bilir, diqqəti yayınmırdı. Məktəbdən qaydanda Nuşu ana Həzini doqqazda qarşıladı. "Məktəbli balama qurban olun," deyib qucaqladı. Evə gətirdi, xörəyini verdi. Həzi sanki o gündən ciddiləşmişdi. İndi o küçələri veyir-veyir gəzmir, dərslərini hazırlayır, müəllimlərin tapşırıqlarını canla başla yerinə yetirirdi. Tez-tez həsirin üstündə uzanıb yazır pozurdu. Nuşu ana həmişə onu görəndə yerindən qaldırıb altına döşək çatırdı. Lakin Həzi onda yaza bilmirdi. Hətta bu barədə məktəbdə hadisə də olmuşdu. Əhməd müəllim dərsində imla yazdırırdı. O, Rəşid bəy Əfəndiyevin nağıllarından birini aramla cümlə-cümlə diktə edir, uşaqlar isə yazırdılar. Nağıl bitəndən sonra yazıları yığdı. Bircə-bircə yoxlayıb dedi: "Yazıda səhvləriniz çox azdır, ancaq xəttiniz çox pisdir. Elə bir ilan qurbağadır. Əsəd, belə getsə sinifdə qalacaqsan. Belə yazı ilə səni yuxarı sinifə keçirmək olmaz." Əsəd özünü saxlaya bilməyib, "Müəllim, icazə verən yerdə yazım. Görün necə gözəl çıxır," dedi. Uşaqlar hamısı gülüşdü. Həzi, "Niyə gülürsüz?" dedi. "Doğru deyir, evdə hamımız üzü üstə uzanıb yazmağı öyrənmişik. Ona görə bu burada xəttimiz pis çıxır." Həzinin dediyində həqiqət var idi. Uşaqlar evlərində üzü üstə uzanıb yazmağı öyrəndiklərindən skamyada rahat yaza bilmirdilər. Xəttləri pis çıxırdı. Əhməd müəllim Həzinin sözünə qüvvət verməsə də, ürəyində onunla razılaşdı. Və uşaqların ata-analarına tapşırdı ki, stol tapa bilməsələr, heç olmasa uşaqlara evdə yazmaq üçün bir kətil düzəltsinlər. Belə bir taxta kətili Əhəd kişi də Həzi üçün düzəltdi. Əhəd kişi Həzinin yaxşı oxumasını çox istəyirdi. Hər axşam şam yeməyindən sonra onu sorğu-suala tutur, dərslərini soruşurdu. Bir gün Həzi uşaqlarla oynamağa başı qarışdığından dərslərini hazırlamamışdı. Atası axşam dərsini soruşanda cavab verə bilmədi. Başını aşağı salıb susdu. Atası qabarlı əllərini qoşalayıb ona göstərərək dedi: "Oğul, əllərimin qabarını görürsənmi? Gecə-gündüz çalışmağım sizin üçündür. Biz oxuya bilmədik, məktəb olmadı. Bari siz oxuyub bir tərəfə çıxın, adam olun." Həzi atasının haqq sözünə cavab vermədən başını aşağı salıb susdu. Atasının bu danlağı ona böyük dərs oldu. O dərsinin axırında əlaçıların sırasına qoşuldu. Əhəd kişi bərk xəstələnmişdi. Bir ay yaxın idi yatağından qalxa bilmirdi. Rəngi rufu saralmış, çətinliklə nəfəs alırdı. Taqətsizlikdən danışanda sözünün axırını gətirə bilmirdi. O həmişə xəstələnəndə 3-4 gündən artıq yatmazdı. Kürəyinə küpə saldırar, ayaqlarını isti suya qoyar, xəmir xörəyi bişirtdirib yeyər və tez də sağalardı. Bu xəstəlik isə əvvəlkilərə bənzəmirdi. Ona baş çəkməyə gələn qohum-əqraba çölə çıxıb gedəndə Nuşu ananın qulağına yavaşdan pıçıldayırdı: "Həkim gətirmisənmi? Kişidən müğayət ol. Allah özü şəfa versin, vəziyyəti yaxşı deyil." Əhəd kişi xəstə düşəndən doktoru 2 dəfə onun üstünə gətirmişdilər. Həkim xəstənin nəbzini yoxlamış, boğazına qaşıq salıb baxmış, bir neçə həb verib getmişdi. Ailənin üstünə elə bir su ələnmişdi. Heç kim gülüb danışmırdı. Evin böyük oğlu Abbasqulu tez-tez bazar dükana qaçır, Həzi inəyi farağatlayır, tövləni təmizləyirdi. Bir sözlə, hərəsi bir işdən yapışmışdılar. Nuşu ananın isə əlləri göydə idi. Gecə-gündüz ərinə şəfat eləyirdi. 5 balanı əhədsiz necə dolandıracağı fikri onu bir an belə tərk etmirdi. Axşamdan kişinin halı xarab oldu. Nəfəsi gedib gəlmirdi. Qonum-qonşu başına yığılıb səhərə kimi keşiyini çəkdilər. Nə Nuşu ana, nə də uşaqları göz yumdular. Hamısı səhəri diri gözlə açdılar. Səhər kişinin elə bil aynası açıldı. Üzünə nur gəldi. Başını yastıqdan qaldırıb ətrafa boylandı.
Yatağının böyründə cərgələnib boynunu büküb oturmuş uşaqlarına baxdı. Dərindən köksünü ötürdü. Nəsə fikirləşdi. Uşaqlarına təsəlli vermək üçün ölüm haqqdır balalar. Hər yaranmış bir gün getməlidir dedi. Nəfəsi təngidi, nə deyəcəyini unutdu. Asya ilə Teyyubə özlərini saxlaya bilməyib hönkürdülər. Ağlamalarını atalarından gizlətmək üçün eşiyə çıxıb ürəklərini boşaltdılar. Nuşa ana, ay kişi, uşaqların ürəyini qopartma, səndə nə var Allaha şükür, dedi. Əhəd kişi handan-hana sakitləşdi, söhbətini dəyişdi. Könlümə doğğa düşüb, dedi. Nuşa ana tez ayağa qalxıb əl-ayağa düşdü. Qızlar həyət bacadan göyərti yığıb gətirdilər. Ana tez tələsik doğğa buladı, boşqabda soyutdu. Sonra kasaya töküb kişiyə yedirtmək istədi. Əhəd kişi azacıq başını qaldırıb, özüm yeyərəm, dedi. Nuşa ana onun yastığını bir qədər dikətdi. Kişi özü öz əli ilə doğğadan bir neçə qaşıq yedi. Sonra başını qoyub dinməz söyləməz yuxuya getdi. Nuşa ana uşaqları çölə çıxartdı. Hamısı sevincək idi. Atalarının sağalacağına böyük ümid bəsləyirdilər. Ancaq axşam kişinin halı yenə dəyişdi. Ağır-ağır nəfəs almağa başladı. Anası Abbasqulunu Molla Məhəmmədin dalınca qaçıranda uşaqları vahimə bürüdü. Hərəsi bir tərəfə çəkildi. Hönkürüb ağlaşdılar. Molla Məhəmməd gələn kimi əbasının cibindən əl boyda Quranı çıxarıb avazla oxumağa başladı. Molla Yasini başlayandan sonra uşaqları daha ataları yatan evə buraxmadılar. İndi onlar ayaqlarının ucunda mollaya çay aparan analarına yaxınlaşır, yalvar-yaxarla atalarından xəbər tuturdular. Ana isə onlara hər dəfə təskinlik verərək sakitləşdirirdi. Nuşa ana axşamdan uşaqlara bu biri evdə süfrə açdı, çörək verdi. Uşaqların heç birinin boğazından yemək keçmədi. Ana süfrəni yığışdırıb, yataqlarını salıb onları axşamdan yatmağa məcbur etdi. Uşaqlar isə yerlərinə girsələr də gözlərinə yuxu getmədi. Yorğanın altında xısın-xısın ağladılar. Birdən sanki göy uçdu, dünya dağıldı. Anasının bibilərinin və balaca Asyanın hönkürtüsü balkonda bir-birinə qarışdı. Artıq hər şey məlum idi. Əhəd kişi canını tapşırmışdı. Molla Məhəmməd Quranı bitirdi. Kişinin əl-ayağını düzəldib çənəsini dəsmalla bağladı. Evdə molladan başqa hamı ağlaşırdı. Handan-hana Nuşa ana özünə gəldi. Uşaqlarının boynunu qucaqlayıb üz gözlərindən öpdü. Tumanının balağı ilə göz yaşlarını silərək dedi. Təki siz sağ olun ay bala. Allahın qəzasından qaçmaq olmaz, şükür məsləhətinə. Allah rəhmət eləsin. Ana uşaqları zorla yatmağa salıb hamısını uzandırmışdı. Çırağın işığını o qədər azaltmışdı ki, piltəsi közərirdi. O gecə ilan vuran yatdı, uşaqlar yox. Hamıdan çox həyəcan keçirən Həzi idi. O rahat ola bilmirdi. Yerində qurcalanır, tez-tez o iz bu izə çevrilirdi. Atası ilə keçirdiyi günləri dönə-dönə xatırlayırdı. İndi atası onun üçün əziz bir xatirəyə çevrilmişdi. Həzi bu xatirələrlə ürəyinin pıçıltısı ilə danışırdı. Atasının mehriban səsini eşidir, isti nəfəsini duyurdu. Əllərimin qabarını görürsənmi bala? Bunları sizin üçün edirəm ki, oxuyub bir tərəfə çıxasınız. Bu sözləri ona atası demişdi. Bir gün Abbasqulu xəstə olduğu üçün atası bicara özü ilə Həzini aparmışdı. Həzi həmin gün dizə qədər suyun içinə girib, o qədər suluf alaqları kökündən çıxarmışdı ki, atası baxıb fərəhlənmiş və onu günorta yeməyi vaxtı süfrə başında tərifləmişdi. Maşallah, yaman işləyənsənmiş, amma dərslərinə fikir ver. Sənə nə xeyir gəlsə bala, dərsdən gələcək. Həzi o zaman indikindən də balaca idi. Çaydan keçəndə həmişə atası onu kürəyinə alıb keçirərdi. Bu dəfə Həzi razı olmadı. Özüm keçəcəyəm, dedi. Nuşa ana da yanlarındaydı. Atası razı oldu, ana isə yox. Bir əlcə uşaqdır, su aparar, dedi. Həzi ayaqqabılarını hamıdan tez soyundu. Balaqlarını çırmalayıb suya girdi. Ehtiyat üçün atası da onun dalınca düşdü. Həzi atası kimi suyun axarı ilə gedirdi. Ayağının altındakı iri çay daşlarının üstünə çıxanda ləngər vururdu. Az qalırdı yıxılsın, ancaq müvazinətini itirmirdi. Sahilə çıxanda Həzinin uçmağa qanadı yox idi. Sevincindən bilmirdi nə etsin. O zaman atası onun haqqında nəsə xoş söz söyləmişdi. Ancaq o sözləri Həzi eşitməmişdi. Soruşmağa da utanmışdı. Həzi atasının qabarlı əllərini, hamıdan qüvvətli olan qollarını xatırladı. O qabarlı əlləri çəltik biçəndə, kərpiz kəsəndə çox görmüşdü. İndi atasının qolları sanki quş qanadları kimi sınıb yanına düşmüşdü. O qollar, o əllər bir də qalxmayacaqdı. Həzi bir də atası ilə dəyirmana getməyəcəkdi. Həzi bir də atasına qoşulub kərpiz karxanasına yollanmayacaq, ona əl-ayaq yetirməyəcəkdi. Həzin atası bir də onlara uzun qış gecəsində nağıl danışmayacaqdı. Gecə elə bil uzanıb bir ilə dönmüşdü. Xoruzlar da banlamaq bilmirdi. Sanki lal olmuşdular.
Gecə aydınlıq, ulduzlar daha parlaq idi. Həzi balışını azacıq sağa çəkdi. Kiçik pəncərədən ayın solğun ziyası onun üzünə düşdü. O gözlərini aya zillədi. Ayın üzünü tez-tez qara buludlar alırdı. Sanki ay qara bulud altında qalmaq istəməyib, silkinib çıxırdı. Nəhayət həzini yuxu apardı. Gözlərini yuman kimi atası yuxusuna girdi. Gördü ki, həyətləri adamla doludur. Ancaq bilmir ki, toydur yoxsa yaz. Ala inəklərinin erkək balasını kəsmək istəyirlər. Ancaq dana ipə sapa yatmır. Atası, ay bala yazıqdır, heyvanı incitməyin deyir. Atasının sözü ilə danadan əl çəkirlər. Sonra atası ilə dənizdə avarlı qayıqda üzürlər. Atası ona avar çəkməyi öyrədir. Öyrən ki, mənsiz avar çəkə biləsən, deyir. Həzi avarları atasından alıb çəkir. Anası fərəhlə baxıb sevinir. Sonra qəfildən fırtına qopur. Hər ikisi suya düşürlər. Qayığı dalğa üzü üstə çevirir. Elə bu vaxt bacısı onu dümsüyləyib oyatdı. Həzi bir müddət özünə gələ bilmədi. Harda olduğunu, nə etdiyini belə anlamadı. Handan-hana özünə gəlib ayağa qalxdı. Geyinib eşiyə çıxdı. Gördü ki, yatıb yuxuya qalıb. Həyat bacı adamla doludur. Danalarını kəsib tut ağacından asıblar. İnək isə tövlədə qalıb məliyir. Hamının başı qarışıq olduğundan onu açıb naxıra ötürmək kimsənin yadına düşməyib. Həzi inəyin səsini eşidən kimi kirmişcə tövləyə getdi. Onu açıb həyətdən çıxartdı. Artıq naxır çöldə idi. O əlinə çubuq götürüb inəyi qova-qova çölə çıxararaq naxıra qoşdu. Geri qaydanda Çayqırağı məhəlləsinin uşaqlarına rast gəldi. Onlar hil-hil oynayırdılar. Bir anlığa hər şeyi unudub onlara qoşulmaq istədi. Elə birdən yuxudan ayıldı. Ürəyində axı atam ölüb dedi. Qaça-qaça evlərinə gəldi. Həzi atasının üçündə adamların arxasına düşüb qəbirstanlığa getdi. Xeyli arxada dayanıb gözə görünmədi. Adamlar dağılışandan sonra qəbrin yanına gəlib atasının soyuq başdaşını qucaqlayıb hönkürdü. Doyunca ağladı. Həzi fikir-xəyal içində idi. Atasının ölümündən sonra qardaşı Abbasquludan başqa evlərində qazanc gətirən yox idi. Yaxşı ki, o dəlləklik sənətini öyrənmişdi. Həzinin isə əlindən bir iş gəlmirdi. Ancaq yeganə təsəllisi məktəbli olması idi. İndi o əvvəlki vaxtdan daha yaxşı oxuyur, müəllimlərinin tapşırıqlarına vaxtında əməl edirdi. Ancaq təkcə oxumaqla iş aşmırdı. Atasının ölümündən sonra onların güzaranı xeyli pisləşmişdi. Atası kərpic karxanasında işləyir, yay aylarında bicara gedib çəlti əkir, bir sözlə özünü oda közə vurub onları yaxşı saxlayırdı. Həzi fikirləşirdi ki, kərpic karxanasında onu işə götürərlərmi? Görəsən atasının gördüyü işləri bacararmı? Bilirdi ki, bacarmaz. Ona görə də bu fikirdən vaz keçdi. Bəlkə gedib başqa uşaqlar kimi papiros, xırdavat satsın. Fikirləşdi ki, onu da bacarmaz. Ürəyində özü ilə danışırdı. Ən yaxşı hərbi məktəbdir. Heç olmasa anama yük olmaram. Bütün gecəni yatmaram, kitab oxuyaram, nə tapşırsalar böyük həvəslə yerinə yetirərəm. Həzi hərbi komissarlığın Cındıra məhəlləsində yerləşdiyini bilirdi. Lənkəran Uyezdinin hərbi komissarlığı. Onun yanında dayanıb qapıda yazılanları dönə-dönə oxumuş, ancaq içəri keçməyə cəsarət etməmişdi. İndi o həyətlərindəki tut ağacının altındakı iri daşın üstündə oturub ilk dəfə hərbi komissarlığa getməsini xatırlayırdı. Budur, Həzi binanın qarşısında dayanıb. Divarda yazılan həmin sözləri dönə-dönə oxuyur. Ancaq bu gəlişinin məqsədi tamam başqa idi. O hərbi komissarı görmək istəyirdi. Lap ona yalvaracam, deyəcəm yetiməm. Hər yerdə deyirlər ki, Sovet hökuməti yetimlərin, kasıbların köməyidir. Hərbi komissarlıq 2 mərtəbəli bəy evində yerləşirdi. Onun qapısında alçaq boylu, başı daqqa papaqlı bir kişi dayanırdı. Özü də tez-tez papiros çəkir, gəlib gedənlərə göz qoyurdu. Həzi bilmirdi ki, içəri necə keçsin. Axı onu qapıdan buraxmazlar. Elə də oldu. Həzi pilləkənə ayağını basmışdı ki, qapıda dayanan alçaq boylu kişi onun döşündən basıb saxladı. "Ha bala, hara gedirsən?" Həzi əvvəl nə deyəcəyini bilmədi. "Bura." "Heç bilirsən bura haradır?" "Bilirəm." "Haradır?" "Hərbi komissarlıq." "Sənin burada nə işin ola bilər?" "Hərbi məktəbə getmək istəyirəm." "Hərbi məktəbə?" Alçaq boylu kişi təəccüblə ona baxdı. "Burada bəyəm hərbi məktəb var?" "Burada yox, hərbi məktəb Bakıdadır. Gəlmişəm komissarın yanına." "Hə, bu başqa məsələ. Kimin oğlusan avala?" "Əhədin." "Gərmətüklü Əhədin?" "Bəli." "Çıx yuxarı, sağa dön, görəcəksən qapısında komissar yazılıb." Həzi pilləkənləri sevincək qalxdı və üstündə komissar yazılmış qapını tapdı. Ancaq cəsarət edib içəri girə bilmədi. Bir küncə çəkilib də yandı. Komissarın yanına əllərində kağız olan adamların biri çıxıb biri girirdi. Ancaq Həzini elə bir görən yox idi. Heç kim soruşmurdu ki, "Avala, burada niyə dayanmısan?" Həzi xeyli gözlədi. Nəhayət içəridən çıxan bir nəfərdən soruşdu.
Əmi, komissar içərdədir. İçərdədir. Neynirsən komissarı? Hərbi məktəbə getmək istəyirəm. Həmin adam balaca boylu həzini aşağıdan yuxarı süzərək təəccüblə, hərbi məktəbə getmək istəyirsən? Bəli. Səni götürməzlər. Niyə? Balacasan. Boyuma baxmayın, balaca deyiləm. 3 aydan sonra məktəbi bitirirəm. Həzinin hazır cavablığı həmin adamın xoşuna gəldi. İçəri keçib komissarla nəsə danışdı. Sonra bayıra çıxıb, "Keç içəri, komissar səni gözləyir" dedi. Həzi qulaqlarına inanmadı. Komissar səni gözləyir. Qorxa-qorxa qapını açıb içəri girdi və qapının ağzında kirimiş dayandı. Komissar başaşağı nəsə yazırdı. Handan-hana başını qaldırıb Həziyə baxdı. Ayağı qalxıb yanına gəldi. "Eşidirəm, qoçaq oğlan", dedi. Həzi özünü toplayıb, "Bakı hərbi məktəbinə getmək istəyirəm", dedi. Komissar onu başdan ayağa süzərək, "Neçə yaşın var?" 12. "Oxuyursan?" 3 aydan sonra 4-cü sinifi bitirirəm. Komissar sağ əlinin barmaqlarını mahud köynəyinin üstündən tarım çəkilmiş enli qayışına keçirərək, "Demək hərbçi olmaq istəyirsən, eləmi?" dedi. "Bəli. Sənin yaşın düşmür hərbi məktəbə bala." "Böyüyəndə düşərmi?" "Əlbəttə düşər. Get böyüyəndə gələrsən." Həzi dinib danışmadan komissarın yanından çıxdı. Pilləkənləri düşəndə qapıdakı kişi ondan xəbər aldı. "Nə oldu?" "Düzəlmədi." "Niyə?" "Deyir, yaşın düşmür." Həzi o zaman hərbi komissarlıqdan çox məyus çıxmışdı. Ancaq indi onun deməyə sözü çox idi. Həm məktəbi bitirmiş, həm böyümüş, həm də yetim idi. Hər yerdə deyirdilər ki, Sovet hökuməti kasıbların, yetimlərin hökumətidir. Ona görə də Həzi komissarın yanına bu dəfə çox ürəklə gedirdi. O daşın üstündən qalxıb evə girdi. Kitabının arasına qoyub əzizlədiyi 4 sinifli məktəbi bitirmək haqqında yenicə aldığı vəsiqəni səliqə ilə kağıza büküb götürdü və hərbi komissarlığa yollandı. Bu dəfə qapıda dayanan kişi onu sorğu-suala tutmadı. Birbaş 2-ci mərtəbəyə qalxdı. Ancaq qapının ağzında yenə dayandı. Birdən-birə içəri keçməyə cəsarəti çatmadı. Xoşbəxtlikdən birazdan komissar özü eşiyə çıxdı və Həzini görən kimi tanıdı. "Hə, gəlmisən?" dedi. "Bəli, gəlmişəm." Həziyə elə gəlirdi ki, komissar onu kiminləsə dəyişik salır. Bu ani fikirlər Həzinin başından keçsə də, bunlara əhəmiyyət vermədi. "Gəl içəri görüm. Məktəbi bitirdinmi?" "Bəli, bitirdim. Alın vəsiqəmə baxın." Həzi vəsiqəni kağızdan çıxarıb komissara uzatdı. Komissar vəsiqəni alıb diqqətlə baxdı. "Əhsən, yaxşı oxuyursan." "Kimin oğlusan?" Həzi çəkinə-çəkinə, "Atam ölüb", dedi. Komissar yaxına gəlib onun başını tumarladı. "Neyniyək? Atan ölüb. Yeni hökumət sənə atalıq edər. Get hazırlaş. 10 gündən sonra səni Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərəcəyik." Komissarın ağzından bu sözlər çıxan kimi Həzi sevindiyindən qapıya üz qoydu. İndi o az qalırdı ki, komissarın bu sözlərini bağıra-bağıra bütün Lənkərana yaysın. Qapıdan çıxmaq istəyəndə komissar onu səslədi. "Bir dayan görüm, qoçaq, hara qaçırsan? Otur." Həzi pərt halda geri qayıtdı. Stul çəkib oturdu. Komissar onun üz gözünə tökülmüş saçına baxdı. "Bax, bu saat gedib saçını dibidən qırxdırarsan. Sonra başı açıq şəkil çəkdirərsən. Şəkil hazır olan kimi götürüb yanıma gələrsən." Həzi ayağa qalxıb fərağat dayandı. Komissar, "Aydındır", dedi. "Bəli, indi gedə bilərsən." Həzi sevincindən qapıdan necə çıxacağını bilmirdi. Pilləkənləri 2-1, 3-1 tullanaraq özünü küçəyə saldı. Komissara sağ ol deməyi belə unutdu. Həzi ilə komissardan ayrılan kimi böyük qardaşı Abbasqulunun dəllək dükanına gəldi. "Qaqaş, saçımı dibindən qırx", dedi. Abbasqulu təəccüblə, "Niyə dibindən?" "Komissar deyib." "Hansı komissar?" "Hərbi komissar." "Hərbi komissar kimdir?" "Lənkəran uyezdinin hərbi komissarı. O səni hardan tanıyır?" Həzi biraz da şəslə. "Çoxdan tanışırıq. Keçən il yanında olmuşam. Görən kimi tanıdı. Məni hərbi məktəbə göndərir Bakıya." "Bəs saçını niyə dibindən qırxım?" Həzi çiyinlərini çəkdi. "Nə bilim", o dedi. Həzinin belə böyük-böyük danışması qardaşının xoşuna gəldi. Onu sınamaq üçün, "Orada darıxıb ağlamayacaqsan ki." "Niyə ağlayıram? Öz xahişimlə gedirəm. Məni zorla aparmırlar ki." Həzi stulda oturub güzgüdə gözünün üstünə tökülmüş sarışın saçlarına baxdı. Abbasqulu əlində qayçı daraq yaxına gələrək, "Hə, deyirsən hamısını qırxım?" "Əlbəttə hamısını. Bəlkə kəkil saxlayım?" "Yox, olmaz, hamısını deyib." Abbasqulu onun tüklərini hamarca dibindən qayçılayıb yerə tökdü. Boyun boğazını silib təmizlədi. Üstünə ətir səpib, "Xoş gəldin", dedi. Həzi qalxıb getmək istəyəndə arxasınca zarafatla, "Ha bala, bəs pul?"
deyə səsləndi. Zabit olanda verərəm. Həzi də hazır cavablığından qalmadı. Nuşa ananın neçə gün idi gözünün yaşı qurumurdu. Öz-özünə danışırdı. Bilmirəm bu uzaq yolda olan məktəbi uşağın başına kim salıb. Güya burada başına sənət qəhət idi. Elə burada oxusaydı bəyəm pis olardı. Müəllim olub dərs verərdi, gözümün qabağındaca olardı. Bir əlcə uşaqdı. Anadan ayrı çöldə bayırda nə edəcək görəsən? Üstü açılanda kimi örtəcək? Elə pis yatır ki, gecələr 3-4 dəfə qalxıb tiflin üstünü örtürəm. Çay çörəyini vaxtında kim verəcək? Aclığa heç davamı yoxdur balamın. Soyuqda bərk üşüyəndi. Allah öz amanında saxlasın bari. Ana bu günlər Həzini bircə an belə gözündən kənara qoymaq istəmirdi. Həzi getdiyi yerdən bir balaca gec qayıdan kimi ürəyinə min cür qara fikir gəlirdi. Qınıyan olmasaydı bütün günü oğlunu qabağına qoyub saatlarla ona tamaşa edərdi. Həzi gələndə ananın elə bir çiçəyi çıtlayırdı. Sevincindən quş olub uçmaq istəyirdi. Özü də bunlar hamısı bu 5-6 günün içində Həzinin Bakıya getmək məsələsi ortalığa çıxanda olmuşdu. Həzi gəldi. Anası sevindi. Onu bağrına bastı. Elə bil Həzinin ürəyinin döyüntüsünü eşitdi ana. Heç bilmirəm sənsiz nə edəcəm abala. Sonra da səssiz-səmirsiz axan göz yaşlarını sildi. Həzi də kövrəldi. Onun da gözləri doldu, boşaldı. Ancaq göz yaşlarını anasından gizlətdi. Onun könlünü alıb güldürmək üçün başını açıb göstərdi. Hə, necədir? Buy, başıma xeyir. Niyə qıxdırıb keçəl elədin özünü abala? Komissar tapşırıb. Nahaq yerə, lap balacalaşmısan elə bil. Saçın səni yaraşıqlı göstərirdi. Onda qoy başını yuyum. Nuşa ana əl-ayağa düşdü. İri qazanı su ilə doldurub ocağın üstünə qoydu. Altını yandırdı. Sonra boğçadan Həzinin təmiz alt paltarını ayırıb gətirdi. Abala, gəl səni çimizdirim. Orada bilmirəm necə çiməcəksən dedi. Nuşa ana 4-cü gecə idi ki, boranı plov bişirirdi. Bu ancaq Həzinin xətrinə idi. Axı Həzi boranı plovu çox sevirdi. Bu dəfə boranıya qozu daha bol töküb dəmə qoydu. Axşam Həziyə ayrıca nimçədə çörək çəkdi, yağını bol elədi. Ananın gözü Həzinin ağzındaydı. O yedikcə elə bil ananın canına yayılır, ağzı dada gəlirdi. Ana fikirləşəndə ki, bu sonuncu gecədir. Həzi onlarla bir süfrədə oturur, onu dəhşət bürüyürdü. Ana yatanda yerini Həzi ilə yanaşı saldı. Bütün gecəni onu bağrına basıb qucaqladı, üstünü bastırdı. Səhər Həzi hamıdan tez oyanmışdı. Anasının axşamdan hazırladığı pal-paltar, yeməli şeylər yığılmış torbanı görəndə onu heyrət bürüdü. Bu qədər şeyi mən apara bilmərəm, dedi. Almaları qozu çıxarıb balaca bacısı Teyyubənin ətəyinə tökdü. Başqa şeylərə əl atanda Nuşa ana onun biləyindən yapışdı. Abala, dəymə, hamısı sənə lazım olacaq, uzaq yol gedəcəksən, dedi. Həzi torbanın ağzını bağlayıb zorla qaldırdı. Ağırlığından qorxma, qardaşın aparacaq. Gəmidə yeməli şeyləri yeyəndən sonra lap yüngülləşəcək. Yol torbasını Abbasqulu dalına aldı. Anası, bacısı Asiya, qardaşı Hacı Baba Həzini yola salmağa getdilər. Qapıdan çıxanda balaca Teyyubə Həzinin arxasınca su atdı. Lənkəran limanında bu gün adam çox idi. Həzi ilə bərabər yola düşənlərin ata-anaları da uşaqlarını ötürməyə gəlmişdilər. Hərbi komissar özü də burada idi. Gəminin mühərriki işləyir, əsən xəzri onun borusundan çıxan qara, boğuq tüstünü uzaqlara qovub aparırdı. Kiçik meydançada limandan gəmiyə keçmək üçün taxta sal qoymuşdular. Komissar Həzini görən kimi saxladı və dedi: "Hə, balaca əsgər, necəsən?" Sonra da papağını götürüb başına baxdı. "Bax, ay sağ ol. Deməli tapşırığa əməl eləmisən. İndi gəmiyə minə bilərsən." Həzi dönə-dönə anası, qardaşları və bacısı ilə qucaqlaşıb öpüşdü. Anasını bir də öpdü. Sonra dolu torbasını sürüyə-sürüyə salı atlayıb gəmiyə mindi. Gəminin qırağındakı dəmir məhəccərdən yapışıb uşaqlarla bir sırada dayandı. O uşaqların hamısından alçaq boylu və cılız görünürdü. Bunu ancaq Nuşa ana görürdü. Özü də ilk dəfə görürdü. Onlar cərgədə dayanmamışdan anaya elə gəlirdi ki, Həzi bu 5-6 günün içində tam böyüyüb tanınmaz olub. Amma sən demə, bu anaya belə gəlirmiş. Əslində o cərgədə dayanan uşaqların hamısından balaca boylusu, arığı və sıskasıymış. Bu da bir dərd oldu anaya. Ürəyində bir əlcə uşağa bax. Çıxıb getdilər. Allah pənahında saxla balamı, dedi. Gəmi fit verdi və yavaş-yavaş ləngər vura-vura sahildən aralandı. Gəmi gözdən itənəcən Həzinin də, Nuşa ananın da əlləri havada yellənə qaldı. Əlvida, Lənkəran torpağı. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol,
bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Coffee.al platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.